Ema mətbəxindən hər kəsə salamlar. Bugün mən sizə öz hazırladığım mütəkkələrdən hazırlayacağım. Mütəkkəyə gedən ərzaqlarımız 1 kilo un, 2 yumurta, 200 qram xama, 1 çay qaşığı duz, 1 çay qaşığı maya, 5 qram vanil, əridilmiş yağ 200 qram, 1 çay qaşığı pesok və su nə qədər apardı. Mən 1 stəkan su qoymuşam. İndi görüm nə qədər əlavə eləyəcəm. Başlayırıq ilk öncə mayadan. Xəmirim hazırdır artıq. Gördüyünüz kimi xəmir yumuşaq xəmirdir, qəşəng. Qoyuram 1 saat, saat yarım qəşəng gəlsin xəmir və keçirəm içini hazırlamağa. İndi də içliyə hazırlayıram. İçliyə gedir 2 yumurtanın ağı, sarısını üzünə çəkəcəm. 1 stəkan pesok, 300 qram qoz və 5 qram vanil. Başlayıram ilk növbədə yumurtanı ağını sarısından ayırmağa. Yumurtanın ağını çaldım pesokla bir yerdə. Bu formada gördüyünüz kimi axmır. İndi keçirəm qozu doğrayıram. Xəmirimiz də qəşəng gəlir. Xəmirimizi açırıq. Yumurtanın sarılısını sürtürük üstlərinə. Və 150 dərəcədə vamxodda qoyuruq pişməyə. Mütəkkələrim hazırdır. Hər kəsə nuş olsun. Hazırladığım şirniyyatları və yeməkləri bəyənirsinizsə kanalıma abunə olmağı və like etməyi unutmayın. Məni izlədiyiniz üçün təşəkkür edirəm.